Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Dediyimiz kimi hər bölmə üzrə fizikadan müəyyən qədər suallar hazırlanacaq. Hal-hazırda düz xətti bərabər sürətli hərəkət üçün hazırladığımız suallara baxırıq. Birinci sualdan başlayırıq, hamımıza uğurlar arzu edirik. Birinci sualımız hansı qrafik gedilən yolun zamandan asılını düzgün əks etdirir? Biz bilirik ki, A bəndində baxın, mənfidən başlayır, onda A bəndi olmaz. B bəndində azalma var, gedilən yol zaman qrafiki azalan hissə ola bilməz. C variantı yenə mənfidən başlayır, olmaz. D variantı, bəli, düzgün cavabımız D variantıdır. Y variantında da yenə də gedilən yol zaman qrafiki azalma yaranıb deyə Y variantını götürmürük. Deməli, birinci sualın cavabı A variantı, D variantı. Keçirik ikinci suala. İkinci sualda bizə nə deyir? Koordinat zaman qrafikindən istifadə edərək sürətin proyeksiyasını hesablayın. Biz bilirik ki, koordinat zaman qrafiki əgər bizə, baxın ikinci sualımız bu şəkildə, biraz yaxınlaşdıraq. Deməli, koordinatın zamandan asılılığı əgər xətti mütənasiblik göstərilibsə, demək ki, bu necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Və düz xətli bərabər sürətli hərəkətdə sürətin proyeksiyasının düsturu Vx bərabərdir x çıxı x0 bölünsün t. Bu da bərabərdir 8 çıxılsın 2 bölünsün 2 eləyir. Üzr istəyirəm, sondan əvvəlkini çıxmalıyıq. 2 çıxılsın 8 2 çıxılsın 8 bölünsün 2. Bu da bərabərdir mənfi 3. Deməli, doğru cavabımız ikinci sual üçün mənfi 3 götürürük. Keçirik üçüncü suala. Üçüncü sualımız şəkildə iki cismin koordinat zaman qrafiki verilmişdir. Qrafikdən istifadə edərək cisimlərin görüş yerini, görüş zamanını, görüşənə qədər gedilən yolu və yer dəyişməni, hərəkət sürətlərini, nisbi sürətlərini hesablayın. Əla. Qəşəng sualdır və bir sualda 4 bənd verilib. Birinci baxırıq, sualı biraz yaxınlaşdıraq. A variantına görüş yerini və görüş zamanı təyin edir. Biz bilirik ki, koordinat zaman qrafikində x bərabərdir. x0 üzərinə gəl vx t düsturu ilə tapılacaq. Nəyə görə? Çünki hərəkət bərabər sürətli hərəkətdir. Ona görə də birinci cismin koordinat təyinliyini yazırıq. x1 bərabərdir. x0'ın verilib 10. Üzərinə gəl. Sürətini tapaq, üzr istəyirəm. Birinci cismin sürəti v1 x bərabərdir. X çıxılsın x0 bölünsün t. Görüş yerini və görüş zamanını A variantında belə götürmürük. A variantında elə qrafikdən istifadə edərək təyin edə bilərik. Üzrlü sayın. A variantında baxın 5 saniyə ərzində görüşüblər iki cisim. Deməli, görüş yeri və görüş zamanı. Görüş yeri koordinatı neçə olan nöqtədə görüşüblər? 35. Deməli, görüş yeri bizə veriləcək x bərabərdir 35 metr. Görüş zamanı t bərabərdirsə 5 saniyədə görüşüblər. Bu oldu birinci sualın, üçüncü sualın A variantı. İndi üçüncü sualın B variantına baxırıq. Görüşənə qədər gedilən yolu və yer dəyişməni tap. Görüşənə qədər birinci cisim və bilirik ki 5 saniyədə görüşüblər. Bunu təyin elədik. Görüşənə qədər birinci cismin getdiyi yol L bərabərdir 35-dən. Bax, birinci cisim 35-dən 10-dan gedib 35-ə qədər. Düzdür? Deməli, 35-dən çıxırıq 10-u. Deməli, görüşənə qədər birinci cisim 25 metr yol gedib. İkinci cisim isə görüşənə qədər L2 bərabərdir. Mənfi 5-dən gəlib. Deməli, 35-ə. Deməli, 35-dən çıxırıq mənfi 5-i. Bu da eləyər 40 metr. Düzdür? Deməli, B variantın cavabı olacaq 25 metr və 40 metr. Keçirik C variantına. C variantında bizə nələr verib? Görüşənə qədər gedilən yol və yer dəyişməni, hərəkət sürətini. Əla, bu qəşəng sualda hərəkət sürətini təyin edirik. Bilirik ki, bərabər sürətli hərəkətdə sürətin düsturu, məsələn, birinci cisim üçün yazırıq, V1 bərabərdir. X çıxılsın x0 bölünsün t şəklində. Ona görə də V1 bərabərdir. Göstərəcəyik. Deməli, birinci cismin son koordinatı 35 çıxılsın. Başlanğıc koordinatı 10 bölünsün 5. 25'i 5'ə bölürük, elədi 5. Birinci cismin sürəti olacaq 5 metr bölsün saniyə. İkinci cismin sürəti olacaq, yenə x çıxılsın x0 bölsün t yazırıq.
35 çıxılsın -5 bölünsün 5. İkinci ismin sürəti isə 8 metr bölünsün saniyədir. C variantının da cavabı 5 və 8. Nisbi sürətlərini, məsələn, birincinin ikinciyə nəzərən nisbi sürətini tapırıq. D variantını. V1, 2 bərabərdir. V1-dən çıxırıq nəyi? V2-ni. Ona görə də V1, 2 bərabərdir. V1-im nədir? 5 idi, düzdür. Çıxılsın 8. Birincinin ikinciyə nəzərən sürəti olacaq -3 metr bölsün saniyə. Bəs ikincinin birinciyə nəzərən deyilsəydi, V2, 1 bərabərdir. V2-dən V1-i çıxardım və 8-dən 5-i çıxanda eləyəcəkdir müsbət 3. Oldu 3-cü sualın cavabı. Ümidvaram ki, başa düşdünüz. Keçirik 4-cü suala. 4-cü sualımız nədir? 4-cü sualda sükunət halında hərəkətə başlayan cisim birbaşa bərabər yeniləşən hərəkət icra edir, əziz şagirdlər. Və yazırıq ki, sükunət vəziyyətində hərəkətə başlayırsa bir cisim V0 bərabərdir 0 qeyd edirik. A bərabərdir 2 metr bölsün saniyə kvadratı təcillə hərəkətə başlayan cisim 10-cu saniyədə gedilən yol n bərabərdir 10. 5-ci saniyədə gedilən yoldan n bərabərdir 5-ci saniyədə gedilən yoldan nə qədər çoxdur? Belə yazaq da L10 çıxılsın L5 bərabərdir sual. Hərəkət bərabər təcilli hərəkətdir və birbaşa yeyinləşəndir. Bərabər təcilli hərəkətdə gedilən yolun n-ci saniyə üçün gedilən yolun düsturu L10 yazıram. A bölə 2, 2n minus 1 şəklindədir. Ona görə də indi 10 yazanda n'in yerinə nə qeyd edirik? N vurulsun 10 yazıram. N'in yerinə 10 yazıram. Onda L10 bərabərdir. A-nın yerinə də 2 yazanda 2 bölünsün 2 vurulsun. 20-dən 1 çıxanda 19. 19 metr 10-cu saniyədə gedilən yol. 5-ci saniyədə gedilən yol isə 2 bölə 2, 2 vuraq 5, çıxaq 1. Bu da eləyəcək 9 metr. Və nə qədər çoxdur deyəndə L10-dan L5-i çıxsam, yəni 19-dan 9-u çıxsam, cavab eləyəcək 19-dan 9-u çıxsam, cavab eləyəcək 10 metr. Aydındır. Bu da oldu 4-cü sualın cavabı. Keçirik indi 5-ci suala. 5-ci sualda nə deyilir bizə? 5-ci sualda deyir ki, verilmiş şəkildə verilmiş koordinat zaman qrafikini istifadə edərək sürətin proyeksiyasının zamandan asılılıq qrafiki və yol zaman qrafikini qurun. Əla. Mənə koordinat zaman qrafiki verilib. Onda biz qeyd edirik. Koordinat zaman qrafikini baxın. Burada qeyd edirik. Koordinat zaman qrafiki. Qrafikimiz bu şəkildədir. Baxın. Hər hansısa bir x-in hər hansısa bir hissəsindən başlayıb qrafikimiz bu şəkildə gedir. Əla. Bizdən nəyi istəyir? Bizdən istəyir ki, istifadə edərək sürətin proyeksiyasının zamandan asılı qrafikini quraq. Əla. Sürətin zamandan asılı qrafikini quraq. Deməli, biz deyirik ki, bizə koordinat zaman qrafiki verilərsə və xəttə baxırıq, parabolik xətlərdirsə, deməli, hərəkət bərabər təcillidir. Onda verilmiş koordinat zaman qrafikinə bir toxunan xətt çəkirik və bu toxunan xətt nəyə görə lazımdır? Başlanğıc sürəti təyin etmək üçün. Parabolanın ilk hərəkətdə parabolanın qolları baxın yuxarıdır. Ona görə A böyükdür 0 yazırıq. Və ikinci hərəkətdə isə yazırıq ki, baxın, V0-ı da müsbətdir, A-sı da müsbətdir. Deməli, ikinci hərəkətdə birbaşa bərabər yeniləşən hərəkətdir. Deməli, baxırıq, birinci hərəkət bərabər yavaşlayan, birinci hərəkət budur. Yəni, bu parabolanı 2 hissəyə böldük. İkinci hərəkət isə bu şəkildədir. Və keçirik sürət zaman qrafikinin qurulmasına. Sürət zaman qrafikinin qururuq. Deməli, yazırıq ki, V-nin T-dən asılı qrafiki. İlk hərəkətdə başlanğıc sürəti mənfi, təcili müsbətli qrafik yuxarı doğru gedir və növbəti hərəkət yenə də davam eləyəcək. Sürət zaman qrafiki bu şəkildə. Və gedilən yol zaman qrafiki ikinci hərəkətdə başlanğıc sürətdə təcillə müsbətdir. Keçirik indi gedilən yol zaman qrafikini. İlk hərəkətdə bərabər yavaşlayan hərəkət icra edər. Biz bilirik ki, bərabər yavaşlayan hərəkətdə gedilən yol zaman qrafiki bu cür olacaq. Yeniləşəndə isə bu cürdür. Qutardı, getdi. Keçdik indi 6-cı suala. 6-cı sualda görək bizə nə deyilir. 6-cı sualda deyilir ki, hərəkət tənlikləri x1 bərabərdir 10 üzərinə gəl 5t şəklindədir. X2 bərabərdir
-5 üzərinə gəl 8t şəklindədir. Görüş zamanını, görüş yerini və görüşənə qədər gedilən yolu hesabla. Əla. Əgər 2 koordinat verilibsə, burada uşaqlar x2 olmalıdır. Çapda səhv düşüb. Əgər 2 dənə koordinat tənliyi verilibsə, bunun görüş zamanını istəyirsə, nə vaxt cisimlər görüşür, o zaman görüşür ki, koordinatları bir-birinə bərabər olsun. Deməli 10 üzərinə gəl 5t bərabərdir. -5 üzərinə gəl 8t. 5'i keçirdəndə sol tərəfə, üzr istəyirəm, -5 üzərinə gəl 8t. -5'i keçirdəndə olacaq 15 bərabərdir 3t. Onda t bərabərdir 5 saniyə. Deməli görüş vaxtı olacaq 5 saniyə. 5 saniyədə cisimlər görüşəcəklər. Bəs deyilir ki, görüş zamanı, görüş yerini demək onun koordinatı təyin etməkdir. Yəni bizə verilmiş bu qrafik, bu tənliklərdə, məsələn, birinci tənlikdə zaman yerinə 5 yazıb təyin edirik. Yəni x1 bərabərdir 10 üzərinə gəl 5 vurulsun 5, 25. Deməli görüş koordinatı neçə olur? 35 metr. Gəldik keçdik görüş yerini və görüşənə qədər getdiyi yol. İstənilən tənlikdə yaza bilərik. Məsəl üçün, birinci tənlikdə sürət 5'dir, düzdür? Birinci tənlikdə sürət 5 olduğundan, gedilən yolda, zaman da 5 olduğuna görə, gedilən yolda L bərabərdir, V vurulsun T, bərabərdir, görüşənə qədər gedilən yolu hesabla. Birinci cismin getdiyi yol 5 vuraq 5, 25 metr. 25 metr. İkinci cismin getdiyi yol L2 bərabərdir. Yenə V2 vurulsun T. Buna V1 vuraq. Bərabərdir. V2 8'dir. 8 vurulsun 5 eləyər 40 metr. Deməli birinci cisim 25 metr, ikinci cisim 40 metr yol qət edər. Keçirik 7-ci suala. Görə 7-ci sualda bizə nə deyilir? 7-ci sualda sürətin modulun zamandan asılılığı qrafikinə əsasən düz xətli hərəkəti təcilini hesabla. Bildiyimiz elə sürət zaman qrafikini təcili istəyirsə A bərabərdir V minus V0 bölünsün T. Çünki hərəkət təcilli hərəkətdir. Bərabərdir. Son sürətim nə qədərdir? 9. Başlanğıc sürətim 3'dür. Bölürəm 3'ə. Bərabərdir. 6'nı 3'ə böləndə cavab eləyər 2 metr bölünsün saniyə kvadratı. Baxın. Son sürəti budur. 9'dur. Başlanğıc sürət 3'dür. Zaman da 3'dür. Keçirik 8-ci suala. 8-ci sualda nə deyir? Nöqtə x oxu boyunca x bərabərdir 5 üzərinə gəl 4t minus 2t kvadratı şəklindədir. Onun sürəti 0'a bərabər olduğu nöqtənin koordinatı nəyə bərabərdir? Əla, qəşəng sualdır. Bu nəyin tənliyidir? Biz tez cavab veririk ki, bərabər təcili hərəkətin tənliyidir. Tez altından yazırıq. x0 üzərinə gəl V0 vurulsun T də proyeksiya ilə yazmadım da eybi yox. A vuraq T kvadratı bölünsün ki, əslində proyeksiya ilə yazırıq. Lakin indi bu səfər tez yazdıq. 5 metr. V0'ımız verib ki 4 metr bölünsün saniyədir. Və A bərabərdir -4 metr bölünsün saniyə kvadratıdır. Baxın, əziz şagirdlər, zamanın yanındakı, tək olan zamanın yanındakı olan 4 mənə başlanğıc sürəti verir. Zamanın kvadratının yanında olan fiziki kəmiyyət isə mənə həmişə A bölə 2'ni verir. Yəni zaman kvadratının yanındakı ədədi həmişə 2'yə vursam təcili tapmış olaram. Buna görə də təcili -4 metr bölünsün saniyə kvadratıdır. İndi sual verir gözümüzə ki, bəs cisim nə vaxt dayanır? Cisim o zaman dayanır ki, sürəti nə olsun? 0 olsun. Aydındır. Və sürəti 0'a bərabər olduğu nöqtənin koordinatı nəyə bərabərdir? Deməli, sürət bərabərdirsə 0'a, onda onun zamanını tapırıq da. Nə vaxt sürət 0 ola bilər? Ona görə də bərabər təcili hərəkətdə sürət düsturu V0 üzərinə gəl A vurulsun T. Sürətim 0'dır, bərabərdir. V0 4'dür, üzərinə gəl -4 vurulsun T. Və 4T bərabərdir 4'dürsə zaman bərabərdir 1 saniyə. Zamanı tapdıqdan sonra gətirib burada yerinə qoyuruq. Olacaq 5 üzərinə gəl 4 çıxılsın 2 bərabərdir 7. Cavab oldu 7 metr. Ümidvaram başa düşdünüz. Yəni zamanı bir tapdıqdan sonra aparıb bizə verilən tənliyin yerinə, zamanın yerinə 1 yazırıq bu tənlikdə və cavabımızı tapmış oluruq. Keçirik 9-cu suala. Bərabər təcilli hərəkət üçün hansı ifadə doğrudur? Əlbəttə ki, C variantı bərabər təcilli hərəkətdə təcil zamandan asılı deyil.
modul və qiymət və istiqamətcə sabitdir. Keçirik 10-cu suala. 10-cu sualda baxın əziz şagirdlər. Şəkillərdə verilmiş sürət zaman və koordinat zaman qrafikindən istifadə edərək cismin hərəkət istiqaməti neçə dəfə dəyişmişdir? Burada indi çapda verilib uşaqlar. Sürət zaman qrafikində cisim istiqamətinin dəyişməsi o zaman müəyyən olunur ki, zaman oxu kəsilərsə. Deməli, burada 2 dəfə və koordinat zaman qrafikində neçə dənə təpə nöqtəsi varsa, bir dənə baxın təpə nöqtəsi var deyə koordinat zaman qrafikdə bir dəfə istiqamətini dəyişmiş olur. Cavabımız sürət zaman qrafikində 2 dəfə istiqamətini dəyişib, koordinat zaman qrafikində isə bir dəfə istiqamətini dəyişib. Keçirik 11-ci suala. 11-ci sualda bizə nə deyilir? Şəkildə cismin sürətinin bir zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cisim bərabər yavaşlayan hərəkət icra etmişdir? Əla. Bərabər yavaşlayan hərəkət. İndi bizə deyilmir ki, x oxu istiqamətində və ya x oxunun əksi istiqamətində. Deməli, biz hər ikisini də götürə bilərik. Aydındır. Baxırıq indi sürət zaman qrafiki, baxın, burada qeyd eləyirəm mən. Aşağıda bu qrafiki qeyd eləyim. Sürətin zamandan asıllıq qrafiki. Qrafikimiz bu şəkildədir, baxın. Sonra sabitdir, sonra düz istiqamətdə gedir. Əla. Baxın uşaqlar. Mən burada qeydləri aparıram. Yerlər göstərirəm ki, başqa rəngdən göstərirəm. Bura olsun T1. Bura qırı-qırı xətlərlə endirik T2. Burada deyirik T3. Bura olsun T4. Burada olsun T5. Nə vaxt yavaşlayan hərəkət icra edilib? 0-dan T1-ə qədər cisim bərabər yavaşlayan hərəkət edilib. Çünki başlanğıc sürəti müsbətdir. Baxın, başlanğıc sürəti müsbətdir. Başlanğıc sürəti müsbətdir, amma ox aşağı gəldi deyə təcili mənfi olur. Başlanğıc sürəti müsbət, təcil mənfidirsə, cisim bərabər yavaşlayan hərəkət icra edir. Ona görə də birinci hərəkətim sənin cavabındır. Sonra 2-də, ikinci hərəkət baba 0-dan başlayıb. Cisim əgər sükunət vəziyyətdə hərəkətə başlayırsa, birbaşa yeniləşən hərəkət icra edir. Ona görə də ikinci hərəkət ola bilməz. Keçirik 3-də. 3-də cisim bərabər sürətli, sürət sabitdir, bərabər sürətli, deməli 3 ola bilməz. Keçirik 4-də, başlanğıc sürəti, bax T3-dən T4-də keçid, zamanın keçid hissəsi. Başlandığı yer, baxın, mənfidir. Deməli, V0 mənfidir. Qrafik yuxarı gedir deyə təcilim müsbətdir. Deməli, elə doğru cavabım 4-cü hissə və 1-ci hissə. 1 və 4-cü hissə. Doğru cavabım D variantı. Ümidvaram ki, başa düşdünüz. Keçirik indi 12-ci suala. 12-ci sualımız bu şəkildədir. Sərnişin vaqonun hərəkət istiqamətində ona nəzərən 1,5 metr bölü saniyə sürətlə hərəkət edir. Deməli, sərnişin var. Sərnişin vaqonun hərəkət istiqamətində ona nəzərən. Deməli, sərnişinin vaqona nəzərən sürəti 1,5 metr bölü saniyə sürətlə hərəkət edir. Qatarın yerə nəzərən sürəti 36-dırsa 36-nı vururuq 18-də 5-ə. Düzdür? 36 vurulsun 18-də 5. Bu da eləyər 10 metr bölünsün saniyə sürətlə hərəkət icra edir. Düzdür? Bəs deyir ki, sərnişinin yerə nəzərən sürəti nəyə bərabərdir? Sərnişinin yerə nəzərən sürəti nəyə bərabərdir? Bərabərdir sual. Baxın, bir qatar var. Qatarın vaqonun içərisində bir sərnişin var. Sərnişinin vaqona nəzərən sürəti 1,5-dir. Qatarın öz sürəti də 10-dur. Deməli, belə deyək də, sərnişinlə qatar istiqamətində hərəkət icra edir. Onda deyirik ki, sərnişinin yerə nəzərən sürətini belə taparıq. Sərnişinin yerə nəzərən sürəti sərnişinin vaqona nəzərən sürəti ilə sərnişinin qatarın yerə nəzərən sürətinin cəminə bərabərdir. Yəni, burada da cavabımız olacaq və sərnişinin yerə nəzərən sürəti, sərnişinin vaqona nəzərən sürəti 1,5, qatarın yerə nəzərən sürəti isə 10 olduğuna görə cavabımız olacaq 11,5 metr bölü saniyə. Yəni, ümidvaram ki, başa düşdünüz. Qatardır. Qatarın vaqonu var. Vaqonun içində sərnişin var. Qatarın hərəkət istiqamətində sərnişin də hərəkət edir. Sərnişinin vaqona nəzərən sürəti 1,5-dir. Qatarın öz sürəti isə 10-dur. Onda sərnişinin yerə nəzərən sürəti demək ki 11,5-dir də. Aydındır.
Deməli, sərnişin yerlə nəzərən sürəti 11,5 olub ki, qatarın sürətini çıxanda 1,5 qalıb. Belə də yadda saxlaya bilərsiniz. 13-cü sual. 13-cü sual yenə də o tipli sualdır. Motorlu qayıq çayın axma istiqaməti sahilə nəzərən 10 metr bölünsün saniyə sürətlə hərəkət icra edir. Motorlu qayıq çayın axın istiqamətində və qatar plus və qayıq plus və axım bərabərdir. Çünki eyni istiqamətdə toplanır 10. Çayın axma istiqamətinin əksinə isə və qatar çıxılsın və axım bərabərdir 6. Sürətlə üzü çay hansı sürətlə hərəkət icra edir? Yəni çayın axın sürətini istəyir və axım bərabərdir sual. Hər iki tərəfdən toplayanda 2 və qatar 2 və qayıq daha doğrusu bərabərdir 16. Qayığın sürəti eləyəcək 8. Qayığın sürəti 8 isə onda çayın axma sürəti eləyəcək 2. Və ya bəzən uşaqlar belə eləyirlər. Bir-birindən çıxıb, yəni ondan altın çıxıb 2-yə bölürlər. Onu da yazmaq olar daha tez alınsın deyə. Bu da oldu 13-cü sual. Keçirik indi 14-cü suala. 14-cü sualda görək bizə nə deyilir? Deyilir ki, 2 velosipedçinin hərəkət tənliyi x1 bərabərdir 8 üzərinə gəl t'dir. x2 bərabərdir 2,5 t kvadratı şəklindədir. Müşahidənin aparıldığı andan nə vaxt sonra ikinci velosipedçi birinci velosipedçiyə çatar? Müşahidə aparıldığı andan nə vaxt ikinci velosipedçi birinci velosipedçiyə çatar? Bunda biz bu məsələni həlləmək üçün nə edirik? Bunlar bir-birinə bərabərləşdiririk. Sanki, yəni 8 üzərinə gəl t bərabərdir 2,5 t kvadratı. Düzdür. Onda müşahidə aparıldığı andan nə qədər vaxt sonra ikinci velosipedin birinci velosipedə çatması üçün bunlar eyni koordinatda olmalıdır, eyni nöqtədə olmalıdır. Ona görə koordinatları bərabərləşdirdik, əziz şagirdlər. Və yazırıq ki, 2,5 t kvadratı çıxılsın t, çıxılsın 8 bərabərdir 0. Burada çıxma işarəsi var. Və qeyd eləyirik burada hər tərəfi 2-yə də vura bilərik və ya diskriminantı tapaq elə. D bərabərdir 1. Minusdur, yox plus olacaq. 4 ase 4 dəfə 2,5 10, bu da 80 eləyər 81. Onda T1'i elə buradan tapsaq cavabımız alınır. T1 bərabərdir 1 üstə gəl 9 bölünsün 2 dəfə 2,5 2 vurulsun 2,5. Bu da eləyir 10 bölünsün 5 eləyər cavab 2. 2 saniyədən sonra cisimlər görüşəcəklər. Yəni eyni koordinatda olacaqlar. Ümidvaram ki başa düşdünüz. Keçdik indi 15-ci suala. Görək 15-ci sualda bizə nə deyilir? Deyilir ki 15-ci sual V1 bərabərdir 2 minus 2 t-təni ilə verilmiş cisim 2 saniyə ərzində getdiyi yolu hesabla. Əla. Deməli baxırıq sürətin zamandan asıllıq qrafikinə. 2-dən başlayır aşağı doğru təcillə -2'dir. Düzdür. 2 saniyədə zaman yerinə 2 yazsaq bu olacaq 2 minus 2 dəfə 2 4 -2. Düzdür. Deməli bura 2'dir. Burası neçədir? -2. Nə vaxt 0 olub? Burası 1 olanda. Əla. Qrafiki qurduqdan sonra biz dedik ki gedilən yol zaman qrafiki, sürət zaman qrafikində gedilən yol tapmaq üçün nə etməliyik? Fiqurun sahəsini tapmalıyıq. Və hardan başlayır bu? 2'dən başlayır. Müsbət 2'dən. Onda L1 bərabər. Birinci baba bu hissənin sahəsini tapırıq. Əziz şagirdlər. Onda deyirik ki 2'də 1 vuraq 2 vuraq 1. Cavab eləyər 1. İkinci hissədə isə L2 bərabərdir. Uçqanın rəngini dəyişək. İkinci hissə isə bu fiqurun sahəsini tapırıq. Əziz şagirdlər. Bu fiqurun sahəsini tapanda yenə yazırıq. 2'də 1 vuraq -2 modulda götürək. Gedilən yol mənfi ola bilmir. Yenə elədi 1 metr. Onda getdiyim ümumi yolu hesabla deyir. L ümumi bərabərdir. 1 üzərinə gəl 1 bərabərdir. Cavab 2 metr. Ümidvaram başa düşdünüz. Keçdik indi 16-cı suala. 16-cı sualda bu şəkildə verilib. Deməli iki cisim bir-birinə perpendikulyar istiqamətdə biri olsun 6 metr bölünsün saniyə. Digəri olacaq V2 bərabərdir 8 metr bölünsün saniyə. Düzdür. Sürətlə hərəkəti. Birinci cismin ikinci cismə nəzərən sürətinin nəyə bərabərdir? Əgər 1'in 2'yə nəzərən istəyirsə oxun istiqaməti belə olmalıdır. Və bunlar bir-birinə perpendikulyardırsa nə edirik? Kökün altında V1'in kvadratı üzərinə gəl V2'nin kvadratı. Başqa bir şey fikirləşməyin.
Onda burada olacaq V1 2 bərabərdir. Kökün altında 36, üzərinə gəl 64. Cavab çıxacaq V1 2 bərabərdir nəyə? 10 metr bölünsün saniyəyə. Keçirik 17-ci suala. 17-ci sual. 72 kilometr məsafəni 2 saata geçən cismin sürətini hesabla. Hərəkət bərabər sürətlidir. S bölünsün T. 72-ni 2-yə bölürsünüz. Eləyər 36 kilometr bölə saat. Onda 36 kilometr bölə saatı metr bölüsün saniyəyə çevirmək üçün nəyə vurmaq lazımdır? 18-də 5-ə vurmaq lazımdır ki, bu da eləyər 10 metr bölüsün saniyə. Yəni doğru cavabım 72-də bu variantdır. Keçirik indi 73-cü suala. 73-cü sualımız. Avtomobil ilk 3 dəqiqədə 2700 metr, sonraki 1 dəqiqədə 1200 metr yol gətirir. Bunun bütün yolda orta sürəti. Orta sürətin düsturunu yazırsınız və orta bərabərdir. L1 plus L2. L1 üzərinə gəl L2 bölünsün T1 üzərinə gəl T2. Bu da bərabərdir. L1'imiz nə qədərdir? 2700. 2700 üzərinə gəl. T1'imiz nə qədərdir? 1200 bölünsün eləyər 180 saniyə, üzərinə gəl 1 dəqiqədə eləyər 60 saniyə, düzdür? Və yerinə yazıb həll eləyirik. Bərabərdir. Burada eləyər 0,09 3. Bu da eləyər 0,14 yazdım. Bir əldə 240. Aha. 0 ilə 0 ixtisara gedəcək. Burada qalacaq 390 bölünsün 24. 390'ı da 24'ə bölsək, ixtisar da elə bilərdik, eybi yox. Bir dəfə 24, 5, 15 bölünmür, 150, bu da eləyər 5, 6 dəfə 24, 4 yazdım 2 əldə, 12, 14. 144, bu da eləyər 60, 16'dan 100'də deməli 60, deməli 6, 60 da bölünür 24'də 2, 3'də 2 dəfə 48, bu da eləyər 120, o da eləyər 5. 16'dan %25. Ümidvaram cavabda var. Da bəndi, bəli. Keçirik indi 19-cu suala. Deməli, hansı halda hərəkətlə maddi nöqtə kimi baxma, avtomobillə maddi nöqtə kimi baxma olar? Deməli, biz maddi nöqtə deyirik ki, verilmiş şəraitdə ölçülər nəzərə alınmayan cisimdir. Ona görə də baxırıq, Bakıdan Şəkiyə hərəkət edən bu şəhərlər arasındakı məsafə ilə elə burada doğru cavabı D variantı götürərik. Avtomobilin xətti ölçüləri sürücünün ölçüləri ilə bu maddi nöqtə deyil. Avtomobildə əyləşən sərnişin artıq onun içindədir. Maddi nöqtə sayılmır. Onu ötüb keçən avtomobilin ölçüləri ilə yan-yana hərəkət edirlər, daha yaxındılar. Tormozu ilə müqayisə etdikdə bu ümumiyyətlə götürülmür. Elə burada doğru cavab elə 19'da D bəndidir. Keçirik 20-ci suala, 19'a D bəndi. Keçirik 20-ci suala. 20-ci sualda deyik, verilən qrafikə əsasən maddi nöqtənin ilk 4 saniyə ərzində orta sürətini tap. Əla. Biz bu məsələni həll eləmək üçün götürürük nə? Bütün fiqurun sahəsi. Bu fiqurun sahəsini tapırıq və biz orta sürətini tapmış olarıq. Çünki sürət zaman tənliyi verilərsə, sürət zaman qrafiki verilərsə, zaman oxu ilə əmələ gələn fiqurun sahəsini taparaq gedilən yolu və yeri dəyişməni tapırıq. Ona görə bu bütöv fiqurun sahəsini tapsaq, deməli, taparıq ki, baxın, bütöv fiqurun sahəsini tapırıq. Deməli, baba bu hissəm buradan bura qədər, yəni buradan bura qədər 3'dür. Üzərinə gəl. Bütövlükdə deyiriksə, baxın, buradan bura qədər 5'dir. Bölürsən 2'yə, vurursan hündürlüyü də 30'dur. Baxın, hündürlüyü də 30'dur. Onda S bərabərdir 4 dəfə 30, eləyər 120. Neçə saniyə ərzində istəyir? Maddi nöqtə ilk 4 saniyədə. Aha, ilk 4 saniyədə isə onda biz biraz silinmə işlərini yaparaq, özürlü sayına əziz şagirdlər. İlk 4 saniyədə istəyir. 4 saniyədə istəyirsə, onda biz bütöv trapesiya kimi baxmayaq. Trapesiyanın bir hissəsi kimi, yəni baba bura qədər olan hissəsini, düzbucaqlı trapesiyaya qədər baxaq. Düzbucaqlı trapesiyadır. Deməli, bir hissəsi bəli 3'dür. Üzərinə gəl 4. 3'ün üzərinə 4 gəlirik. Bölürsən, vurursan 30'a. Onda S bərabərdir 15, 7 vuraq 15'ə. Bu da eləyər 35, 5 yazdım. 3 əldə 105 metr. Düzdür? 105 metr və
Baxırıq indi orta sürətini tapanda və orta bərabərdir. 105-i bölürsən, S bölsün T olduğuna görə 4-ə 2 dəfə 8, 25, 26 tam. Burada da 26'dan %25 oldu. Ne geçen? 26'dan %25. Bu bende 20. sual. Keçirik indi 21. suala. Görə 21. sualda bizə nə deyilir? Deyilir 21. sualda uzunluğu 200 metr olan qatar. Qatarın uzunluğu 240 metrdir. Uzunluğu 240 metrdir. Düzdür? Olan qatar 360 metrelik körpünü, bir dənə də körpün var. Bu körpünün de uzunluğu 360 metrdir. 360 metrdir. Sürətle 2 dəqiqəyə keçir. T bərabərdir 120 saniyə. 120 saniye keçirsə, qatarın sürəti nəyə bərabərdir? O qatarın uzunluğu 240, 360 da körpünün uzunluğudur. Qatar gəlib körpünü keçəndə 240 metr tam keçməsi üçün 240, bu da 360, 600 metr məsafə qət etməlidir. Onda V bərabərdir 600 bölünsün 120. Bu da eləyər, cavab eləyər 5. Yəni burada da doğru cavabımız A variantıdır 21'də. Keçirik indi 22. suala. Yüzxətli hərəkətlə çukurda zamana asılı qrafiki x bərabərdir 10 minus 5t üzərinə gəl 3t kvadratı şəklindədir. Və mənə deyir ki, aşağıdakı cisimlərdən hansı bu cismə nəzərən düzxətli bərabər sürətli hərəkət icra edər? 22-ci sual çox qəşəng sualdır. Hansı deməli düzxətli bərabər sürətli hərəkət icra etməsi üçün biz keçirik sürət tənliyinə. V bərabərdir. V0 nə qədərdir? -5. Üzərinə gəl 6t. Düzdür? V0 V bərabərdir -5 üzərinə gəl 6t. Aşağıdakı cisimlər hansı bu cismə nəzərən düzxətli bərabər sürətli hərəkət edər? Baxırıq indi. Bax bu tənliyə uyğun. Bu tənliyə uyğun 6t olan hansıdır? Ya A bəndidir cavab, ya C'dir, ya da B'dir. Çünki təcili 6 olanlar odur. E variantı da ola bilər. Baxaq hala. İndi məsələn A variantına baxaq. A variantının sürəti olsun. V bərabərdir 2 plus 6t. Düzdür? Onda baxırıq ki, bu olsun V2, bu olsun V1. Aşağıdaki cisimlərdə hansı bu cismə nəzərən? Yəni bu cismə nəzərən deyilirsə V2-1'i tapırıq da. Onda V2-1 bərabərdir 2 üzərinə gəl 6t çıxılsın -5 üzərinə gəl 6t. Aha, 12t onda bu A variantı olmaz. Başa düşdünüzmü? Baxın. Belə deyik bunu. V2 var. Məndən V2-1'i istəyir. Elə A variantına görə baxıram. 2 üzərinə gəl 6t. V2-1 nə demək? Çıxma deməkdir də. -5 üzərinə gəl 6t. Bax burada zaman yoxa çıxsa ki, halbuki çıxmır. 2 üzərinə gəl 6t çıxılsın. Üzərinə gəl 5 çıxılsın 6t. 6t'lər ixtisara getdi. 6t'lər ixtisara getdi. V2-1 bərabərdir 7. Aha. Elə budur cavab. A variantıdır. 22'də elə doğru cavab A variantıdır. Çünki aşağıdakı cismə hansı bu cismə nəzərən düzxətli bərabər sürətli hərəkət deyil A variantı. Baxırıq, davam edə bilərik. Məsələn B variantına baxa bilərik. B variantında sürət 5'dir. 5 çıxılsın 6t. V2 olsun da bu. Məndən V2-1'i istəsə, onda V2-1 bərabərdir 5 minus 6t çıxılsın -5 plus 6 çıxılsın -5 plus 6t. Onda V2-1 bərabərdir 5 minus 6t üzərinə gəl 5 çıxılsın 6t. Mənfi vurulanda açılır. Bu -12t eləyir, alınmır. Ona görə baxırıq hamısında 3t kvadrat, 3t kvadrat, 3t kvadrat hamısında mənfidir. Onda doğru cavabım burada olacaq A variantı. 22-ci sual A variantıdır. Tardı getdi.
Yəni uzatmaq lazım deyil. V2 1-i tapırıq uşaqlar. Birinci V1 bərabər -5 plus 6 dedi. Hər variantdakı sürəti tapırıq və V2 1-i tapırıq və ona görə də əgər ədəd alınarsa, deməli bərabər sürətlidir. Yox, zaman alındısa, deməli bərabər sürətli deyil. Məsəl üçün buradakı kimi, B variantındakı kimi. Keçirik indi 23-cü sual. 23-cü sualda nə deyilir? Deyir ki, 72 kilometri çeviririk. 72'ni vururuq 18'də 5'ə. Bu da eləyər 20 metr bölünsün saniyə. Sonra 15 metr bölünsün saniyə olacaq ikinci cismin sürəti. Metr bölünsün saniyə. Üçüncü cismin sürəti də olacaq 600 vurulsun metr bölünsün 60 da. Elə bir ki 600 metr bölünsün 60 saniyə. 60'ı burada yazan bölüm saniyə. Bu da eləyər nə qədər? 10 metr bölə saniyə. Düzdür? Onda biz deyərik ki 20, 15, 10. Deməli V1 böyükdür, V2 böyükdür, V3. Yəni doğru cavabım olacaq E variantı 23-cü sualda. Doğru cavabım E variantı. Keçirik indi 24-cü suala. Aşağıdakı şəkildə bərabər sürətli hərəkət edən cismin koordinat zamanı asılı verilmiş. Cismin sürətinin proyeksiyasını tap. Bu da qəşəng sualdır. Yəni hərəkət bərabər sürətlidir. Yazırıq burada 24-cü sual və x bərabərdir. X çıxılsın x0 bölünsün t. Bu da bərabərdir. X'imiz nə qədər? 9 çıxılsın. Başlanğıc koordinatı 3'dür bölünsün 4'ə. 6'nı 4'ə böləndə eləyər 1,5. Cavabım 1,5 olacaq. Keçirik indi 25-ci suala. 25-ci sualda isbat tələb olunan hissədir desən. Cisim yolun birinci yarısını L bölü 2 V1 sürətli, ikinci yarısını L bölü 2 V2 sürəti ilə getmişdir. Bütün yolda orta sürəti. Biz bilirik ümumiyyətlə orta sürətin düsturu L1 üzərinə gəl L2 bölünsün T1 üzərinə gəl T2'dir. Baxırıq məsələmizdə ancaq L və V verdiyinə görə onda V orta bərabər L'lərin yerinə L bölə 2 üzərinə gəl L bölə 2, T'lərin yerinə L1 bölə V1 üzərinə gəl L2 bölünsün V2 qeyd edirik. Bərabərdir. Bərabərdir. Yuxarıda qalacaq L. Aşağıda L1 L bölə 2 olduğuna görə L bölünsün 2V1. Üzərinə L2 də L bölə 2 olduğuna görə L bölünsün 2V2. Ona görə də L'lər hamısında ixtisara gedəcək. L'lər hamısında ixtisar getdiyinə görə onda orta məxrəc də burada 2V1 V2'dir. Bərabərdir. Və 2V1 V2 yuxarı qalxacaq. Bölünsün V1 plus V2 alınacaq. Yəni bu cür bir düsturumuz alınacaq 25-ci sualda. Keçirik 26-cı suala. 26-cı sualda cismin sürəti qanunu bu cismin yerləşmə zamanından asılı qrafiki. V bərabərdir 2 üzərinə gəl 3T şəklində deyil. Bərabər təcilli hərəkəti. Bərabər təcilli hərəkətdə yer dəyişmə düsturu V0T üzərinə gəl nədir? A vurulsun T kvadratı böl 2. A T kvadratı böl 2. Onda S bərabərdir. V0'ım 2'dir. A da 3'dür. A'nın 3 olması üçün dedi ki 3 bölünsün 2 T kvadratı. Aydındır. O da ilə 1,5 T kvadratı. V0 T. 2T. 2T üzərinə gəl 3 bölə 2 T kvadratı. Yəni doğru cavabım 26'da A variantı. Ümidvaram başa düşdünüz. Keçirik 27-ci suala. 27-ci sualımız da burada verilib. Deyir ki 27-ci sualda 27. Üfüqə bucaq altında atılan cisim atıldığı nöqtədən 10 metr məsafəyə yerə düşür. Baxaq. Bir dənə burada bir cisimli üfüqə bucaq altında bu şəkildə attım və 10 metr məsafədə düşdü. Bu da olsun 0 nöqtəsi. Və də yerə düşür. Onun maksima qalxma hündürlüyü H maksimumda verilib 5 metrdir. Düzdür. Onlarsa cismin yerləşməsi modulu. Yerləşmə nə qədərdir uşaqlar? Başlanğıc və sonunu birləşdirən məsafədə S ilə bərabər nə qədərdir? 10 metr. Qutardı getdi. Bax görürsünüz nə qəşəng sualdır. Yəni heç üfüqə bucaq altında heç buna aidiyyatı yoxdur. Keçirik 28-ci suala. Şəkildə cismin hərəkət trayektoriyası təsvir edilib. Onun A məntəqəsindən C məntəqəsinə qədər getdiyi yolu hesabla. A'dan biraz yaxınlaşdıraq. A'dan C'yə qədər gedilən yol. Gedilən yol L bərabərdir. Baxaq. A'dan başlayacaq B'yə qədər 400 metr məsafə qət edilib. A'la 400 metr. Plus 400 metrdən sonra çevrənin neçədə bir hissəsini gedib. Baxın uşaqlar. Yalnız 2də birini qeyd edib də.
2'də 1'ini gedib. Və radiusu neçədir? Buradan bura qədər 600-dən 800-ə 200-dür. 2'də 1 vuraq 2 pi r'dir. Və dedik ki, radius da 200 olacaq. Deməli 400 üzərinə gəl. 2 ilə 2 pi r, pi 3'dür. Burasın 200'ə. Dedik ki, radius 200'dür. Bu da bərabərdir 400 üzərinə gəl 600. Cavabımız elədir neçə? 1000 metr. Yəni doğru cavabım A variantı. Ümidvaram başa düşdünüz. Keçirik indi 29-cu suala. 29-cu sualda sürət zaman qrafikinə əsasən 1 və 2 cismin, birinci və ikinci cismin 5 saniyə sonra aralarındakı məsafə nə qədər olar? Əla. Belə məsələlər sürət zaman qrafikində əgər 2 dənə cismin arasındakı məsafəni istəyirsə, bu 2 dənə cismin bir-biri ilə əmələ gətirdiyi fiqurun sahəsini tapırıq. Ona görə də elə 29-cu sualda, bu cür yazırıq 29-cu sualda S bərabərdir. Bir tərəfi 2-dən 1'i çıxdım. Neçə elədi? 1, düzücaqlıdır da. Digər tərəfimdə 5'dir. 1 dəfə 5 eləyər 5 metr. Cisimlər arasındakı məsafə eləyəcək, əziz şagirdlər, 5 metr. Keçirik indi. Ayrı-ayrılıqda da tapa bilərdik, bu şəkildə də tapa bilirik. İndi keçirik 30-cu suala. 30-cu sualda nədir? Avtomobil hərəkət müddətinin 5'də 2 hissəsini 20. Hərəkət müddətinin T1 bərabərdir 5'də 2 T-ni V1 bərabərdir 20 ilə. Qalanını isə əgər 5'də 2'ni gedibsə neçəsi qalıb? Əlbəttə ki, əziz şagirdlər 5'də 3'ü qalıb da, düzdür? Bəs V2 nəyə bərabər olar? V2 bərabərdir 30 metr bölünsün saniyə sürətlə. Avtomobilin bütün yolda orta sürətini elə L1'i tapırıq. Baxın əziz şagirdlər. Bərabər sürətli hərəkət. Onda L1 bərabər V1 T1'dir də, düzdür? V1'im 20, T1'im də 5'də 2T. Düzdür? Neçə elədi bu? 4, L1 bərabərdir 8T olsun. Düzdür? L2'm də bərabərdir. L2 bərabərdir. L2 də bərabər V2 vuraq T2'dir. 30'u vurursan 5'də 3T'yə. Bu da eləyər neçə? 6, 18T. Onda V orta bərabərdir V1 T1, L1 plus L2 bölsün T1 plus T2 olduğundan L1'im 8T'dir, düzdür? Bəli, L1'im 8T, L2'im 18T bölünsün T1 plus T2 də elə T-ni verir. Çünki 5'də 2 plus 5'də 3 elə T-dir. Cavab eləyər neçə? 26 metr bölünsün saniyə. Yəni 31-ci sual doğru cavabım B variantı. Ama 31'i yazdım. Düzdür. Bu 30 değil. 31. sualdı. Üzülürsən inşallah. Bu 31. sualdı. İndi keçdik 30-cu suala. Mən nəzərimdən qaçırtmışam. Keçirik indi 30-cu suala. 30-cu sualda nədir? Piyada üfüqi yolda əvvəlcə 400 metr şimala. Əla. Gerək 400 metr şimala. Bu oldu 400 metr. Sonra deyir ki şimala. Sonra 100 metr şərqə. Şimal olsun belə, şərq olsun belə. Eləyir 100 metr, düzdür, şərqə. Daha sonra 100 metr cənuba. Cənub da olacaq aşağı hissə, 100 metr amma gedib. 100 metr, düzdür. Və nəhayət 300 metr şərqə. O yenə sağa 300 metr. Əla. Getdi, dayandı. Nəhayət sözünü işlətdi, dayandı. Düzdür. Piyadanın yer dəyişməsini tabi. Yer dəyişmə nədir? Bu başlanğıc. Bu da olsun son. Yerləşmə başlanğıcla sonu birləşdirən məsafədir. Onda bu hissəm nə qədər eləyəcək əziz şagirdlər? Baba, bu hissəm nə qədər eləyəcək? Bir tərəfi 100'dür. Baba, bu 100'dür. Bu da 300'dür. Elədi 400. Düzdür. Elədi 400. İndi bura 100 isə onda bura eləyər 300. Yer dəyişməm S bərabərdir 300'ün kvadratı plus 400'ün kvadratı. Eləyər cavab nə? 500. Qəşəng məsələdir həqiqətən də. 30-cu sual cavab 500 eləyəcək. Keçdik indi 31'i də yazdığımıza görə, bayaq yazdıq. Keçdik indi 32-ci suala. Görək 32-ci sual nədir? 32-ci sual deyirik ki, şəkildə düz xəttli hərəkət edən cismin yerləşmə prosesi zamanında asılılığı qrafiki verilmişdir. V2x bölünsün V1x nəyi verir? Əziz şəkildə baxın. S-in T'dən asıllıq qrafiki verilibsə, S-in T'dən asıllıq qrafiki. Burada 2 və burada 1 bucaqları verilibsə, heç bir dənəsini çəkirəm ümumiyyətlə, 2'ni də qeyd eləmirəm. Bizə yerdəşmə zaman qrafikində bura gətirən əmələ gələn alfa bucağı V bərabərdir S bölünsün T'dir əziz şəkildə bərabərdir. Bax bu hissəm S'i verir, bu hissəm də T'ni verir.
Düzücəli üçgədə bucaq qarşısındakı katetin bitişik katdən nisbəti S bölünsün T'dir. Bu da nəyə bərabərdir? Tangens alfaya. Düzdür. Əgər tangens alfadırsa, onda deyirik ki, ikinci və birinci bucaq üçün tangenslərin nisbətini tapırıq, qutardı getdi. Onda deyirik ki, V2'nin V1'e nisbəti tangens alfa 2'nin tangens alfa 1'e zaman oxunu əmələ gətirdi. Yəni tangens 60 bölünsün tangens 45 dərəcə. Bərabər. İndi burada bucaqlar verməyib. Biz belə deyək də, tangens 60 dərəcədə kökdə 3'dür. Tangens, çünki tangens sinus 60 bölünsün kosinus 60. 2'də 1 bölək kökdə 3 bölü 2. Sinus 60 kökdə 3 bölü 2 bölünsün kosinus 60. 2'də 1'dir. Elə kökdə 3'dür. 45'də də 1'dir. Burada doğru cavabım kökdə 3 eləyər. Qutardı getdi. İndi keçdik 33-cü suala. 33'də görək bizə nə deyir? 33 nəsə qəşəng suala oxşuyur. 33'ə baxaq. Deməli 33'də deyilir ki, V1 2 metr bölünsün saniyə, V2 3 metr bölünsün saniyə, V3 də 2 metr bölünsün saniyə olarsa, birinci cismin, üçüncü cismin. Birinci cismin, üçüncü cismin nəzərən sürəti modulu V1 3'ü istəyir, düzdür. Birinci cismin, üçüncü cismin nəzərən sürəti modulu belə tapılacaq əziz uşaqlar. Baba, göstərin burada, baba budur. Budur V1 3. Yəni 2'nin heç burada aidiyyatı yoxdur. Düzdür. Onda V1 3 kosinuslar teoreminə görə V1'in kvadratı plus V3'ün kvadratı minus 2V1 V2 2V1 V3 kosinus 60 plus 45. Biri 60'tı. 60 plus 45. Al. Biz kosinus onsuz da tapa bilmərik. 60 plus 45, yəni 115 dərəcənin konkret bucağı bilmirəm nə qədərdir. Amma bunu belə sadələşdirə bilərik. Kosinus 60 plus 45'i trigonometrik funksiyada qeyd edirik. Kosinus 60. Bunu bilməlisiniz əzbər. Kosinus 45 çıxılsın sinus 60 sinus 45. Sinus 60 vurulsun sinus 45. Bu da bərabərdir. Kosinus 60'da 2'də 1. Kökdə 2 bölü 2 çıxılsın kökdə 3 bölü 2 vurulsun neçə? Sinus 45'də kökdə 2 bölü 2. Bərabərdir. Onda biz belə deyə bilərik. Bərabərdir. Kökdə 2 bölü 4. Bu da eləyər kökdə 6 bölü 4. Kosinusun nəyə bərabər olduğunu biz təyin elədik. Onda indi gələk V1'in kvadratı plus V3'ün kvadratı. Onda V1 3 bərabərdir. V1'in kvadratı. V1 4. Yəni 2'nin kvadratı 4'dür. V3 yenə 2'dir 4'dür. Çıxılsın 2V1 V1 V2 kosinus kökdə 2 bölü 4 çıxılsın kökdə 6 bölünsün 4'ə. Bunlar hamısı kökdədir. Onda bu da bərabərdir. Belə deyək. 8 çıxılsın 8. 8 çıxılsın 8. Vurulanda deməli 8 çıxılsın 8. Kökdə 2 bölü 4. Yazaq da neyini? Çıxılsın kökdə 6 bölünsün 4. Bərabərdir. Kökdə 8 dəyməyəcək. Amma bu vurulanda 2 kökdə 2. Mötərizəni də açsaq üzərinə gəl yenə 2 kökdə 6 eləyər. Aha, baxırıq cavaba. Aha, 2'ni də mötərizə xaricinə çıxartsaq 8 çıxılsın 2 kökdə 6 çıxılsın kökdə 2. Oldu, doğru cavabım D variantı. Düz dedik. Baxın, səhv eləməmişik. 8 çıxılsın da. Düzdür. D variantı necə elə çıxılsın tapdıq. 8 çıxılsın 2 kökdə 6
Üzerine gel. O kökte 6 çıxılsın, kökte 2 yazdığıma göre burada plus olar. Aha, bəli. D variantı. Düzdür. 8 plus 2 kökte 6. Baxın diqqətlə. Bu hissəyə diqqət yetirək. Biraz qarışıqlı olmasın. Baba bu hissəyə 2 kökte 6 müsbətdir. Ona göre burada müsbət qeyd eləməliyik. Oldu D variantı. Geçen sual idi bu. 33. sual. 34'te şəkildə düz xətli hərəkət edən cismin koordinat zamandan asılı qrafik verilmiştir. Hansı qrafikdə bu cismin sürətinin zamandan asıllığını düzgün ifadə olunur? Bu suala bir də baxa bilərsiniz uşaqlar. 33. sual idi bu. Hesablamanı ayrı apardım kosinus 60 plus 45'i. Sonra yerinə qoyduq. Ümidvaram səhvə yol vermədik. Keçirik indi koordinat zaman grafikində sürətin zamandan asılı grafiğini düzgün əks etdirir. İlk hərəkət nəyi verir? İlk hərəkət baxın. İlk hərəkət barabar sürətli hərəkətdir. İkinci hərəkət də barabar sürətlidir. Amma birinci hərəkətdə sürət azalır, ikinci hərəkətdə artır. Barabar sürətli hərəkətdə sürət zamandan asılı deyil axı. Düzdür. Birinci hərəkətdə mənfi, ikinci hərəkətdə müsbət, üçüncü hərəkətdə də koordinat. O koordinatı görürsünüz. Konstantdır. X 0'a beraber. Onda orada sürət 0'dır. Yani burada doğru cevabım E variantı olacak. Oldu 34. sual. Keçirik 35. suala. Cismin sürətinin bir zamandan asılı qrafik verilmişdir. 4 saniyə ərzində qət edilən yol həmin zaman müddətində yer dəyişməsinə olan nisbəti nəyə bərabərdir? Ala. 4 saniyə ərzində gedilən yol L bərabərdir. L bərabərdir. Birinci baba bu bütöv fiqurun sahəsini tapırıq əziz şagirdlər. 3 saniyə ərzində. Deməli, eləyəcək 3 üzərinə gəl 2 bölü 2 vur 10. Eləyər nə? 5, 5 daha 5, 25 metr. Bu oldu L1. İkinci hissədə isə baxın bu hissəni. Baba bu hissəni, bu kiçik hissəni. L2 bərabər düzcalı uşaqdır. 2'də 1 vuraq, 4'dən 3 çıxanda 1 vuraq. Onu da mənfi, onu da modulda götürdü. Çünki gedilən yol deyil. Bu da eləyər 5. Deməli L ümumi bərabərdir 30 metr. Ümumi gedilən yol 30 metrdir. Bəs yer dəyişmə. Yer dəyişmə S1 bərabərdir. Problem yoxdur. Gedilən yolu birinci hissədə neçə? 25 yapmışam. Ala 25 metr. İkinci hissədə isə yer dəyişmə mənfi 5 metrdir. Cəmləsəm S ümumi bərabərdir 20 metr eləyər. Həmin zaman müddəti yer dəyişmə olan nisbətini tap. 30'u bölürsünüz 20'yə. L bölünsün S'i istədiyinə görə 30 bölünsün 20 eləyər 1,5. Ümidvaram başa düşdünüz. Bu da oldu neçənci sual? 35. sual. Keçirik indi 36. suala. 36. sualda deyilir ki 36. sualda deyilir ki deməli düz xətli bərabər təcili hərəkət edən cismin yer dəyişmə zamanından asılı qrafik verilmişdir. Birinci cismin təcili, ikinci cismin təcilindən olan nisbəti. Ala bu qəşəng sualdır. Özə topluluqda da verilən sualdır. Birinci cismin təcili, ikinci cismin təcilindən olan nisbəti. Və burada belə qeyd edirik də. S bərabərdir ilə eyni zaman müddəti hər ikisi üçün eyni deyə AT kvadratı böl 2 ilə yazın. Əziz şagirdlər. Onda A bərabər 2 S bölünsün T olduğuna görə A ilə S düz mütənasibdir. S1 bölə S2. O da bərabərdir. Birinci cismin təcili, ikinci cismin təcili A1 bölə A2'ni istəyir. 100'ün 50'yə nisbəti cavab eləyər 2. Yəni doğru cavabım eləyər B-bəndi. Keçdik indi növbəti suala 36. suala. 36-37'yə. 37'də nədir? Birinci hərəkət bərabər sürətlidir. Bərabər sürətli hərəkətdə baxın əziz şagirdlər. Bərabər sürətli hərəkətdə təcil yoxdur. Bərabər sürətli hərəkətdə təcil nə gəlir? Deməli A burada nəyə bərabərdir? 0. Deməli təcil zaman qrafikində birinci hərəkətim 0'dır. Birinci hərəkətim 0'sa onda cavab çıxdı da elə doğru cavabım elə A variantıdır. Sadəcə baxaq ikinci hərəkətdə parabolanın qulları aşağı deyə təcil mənfidir. Ona görə 37. sualda A variantıdır. İndi keçirik 38'ə. 38'də nə deyir bizə? Düz xətti bərabər təcili hərəkət üçün başlanğıc sürəti V0 A təcili A olarsa onun n'inci saniyəyə gedilən yolu tapın. Lm bərabərdir V0 plus A bölünsün 2. 2n minus 1 düsturu ilə tapılır. V0 plus A bölü 2, 2 minus 1. Yəni 38. sual D variantı düzdür. 39'da nə deyilir?
39-da deyir ki, şəkildə düz xətti bərabər təcil hərəkət edən cismin yerləşmə zamanından asılılığı qrafik verilmişdir. Hansı zaman anında cismin sürəti proyeksiyası 0 olar? Cismin sürətin proyeksiyası əziz şagirdlər. Harda 0 olur? Təpə nöqtədə. Bax, burada sürət bərabərlik 0-dır. İndi buna uyğun zaman sizcə nəyə bərabər olar? Digər T1 ilə T2-nin nəyi? Cəminin yarısı eləyəcəkdə T1 plus T2 bölü 2. Tarixi getdi. Keçdik indi 40-cı suala. 40-da nədir? A, B, B, C, C, A, A, D, B, C trayektoriyası üzrə A-dan B-yə, B-dən C-yə, C-dən A-ya, A-dan D-yə, D-dən C-yə. Onlar cismin getdiyi yol yerləşmə modulundan. Deməli, cisim hardan başlayıb hərəkətə? Bax, A-dan başlayıb hərəkətə. Hara gəlib? Axırda D, C, C-yə gəlib. Düzdür? A-dan C-yə gəlibsə birləşdiririk. Deməli, yerləşmə oldu. ABC nə qədərdir? 6. BC-siz də 8-dir. Deməli, yerləşməsi 10-dur. Gedilən yol AB hissəsi 6-dır. BC 8-dir. CA 10-dur. Düzdür? AD 8-dir yenə. Plus DC də 6-dır. Bərabərdir. Deməli 6 üzərinə 8 14 plus 10 24 plus 14 38. 38-i gedilən yolu yerləşməyə olan nisbətini dediyinə görə 38-i bölməliyik 10-a. Düzdür, bu deyilir 3,8. Yəni doğru cavabım da variantı. Keçirik 41-ə. Deməli 41-də nə deyilir? Deyilir ki 41-ci sualda şəkildə cismin sürətinin zamandan asılı qrafiki verir. T0 müddətində cismin yerləşməyə görə orta sürətini tap. Bu maraqlı bir sualdır. T0 zamanında yerləşməyə görə orta sürətini istəyir. Biz bilirik ki, V orta bərabərdir. S ümumi bölünsün T ümumidir. Sürət zaman qrafikində fiqurun sahəsi sürət zaman qrafikində fiqurun sahəsi bizə verir nəyi? Yerləşməni və gedilən yolu. Ona görə də S bərabərdir. Bir tərəfi 5-dir. Bir tərəfi isə 15-dir. Baxın, bu tərəfi 5-dir. Bu tərəf bütövlükdə 15-dir. Bölünsün 2 vurulsun T0 da onun hündürlüyüdür. 20 S bərabər deməli 10 dənə T0. 10 dənə T0'ı T0'a bölsən zaman anı bərabərdir. 10 T0'ı T0'a bölsəm cavab neçə eləyər? Elə 10 eləyər. Yəni doğru cavabım E variantı. 41-ci sual E variantı. Keçirik indi. Maraqlı suallardır bunlar hamısı. 42-ci suala. 42-ci sualda nə deyilir? Deyilir ki, sükunət vəziyyətindən V0 bərabərdir 0. Baxırıq 42-ci suala. Deməli, hərəkətə başlayan cisim yolun birinci hissəsində sabit təcilli hərəkət edir. Əla. Onda sürətin zamandan asılı qrafikində hərəkət bərabər təcillidir. Düzdür? Deməli, birinci sabit təcilli hissənin sonunda isə sürəti 18-dir. Deməli, sürət 18 isə bu şəkildədir. Grafikin bu şəkildə 18. Düzdür? Buna aid zaman verilməyib. Yolun ikinci hissəsində avtomobil 18 metr bölü saniyə sürət bərabər sürətlə hərəkət edir. Son sürəti 18-dir və davam elətdiyi sürət də elə 18 metr bölü saniyədir. Sonra nədir? Bütün yolda avtomobilin orta sürətini tap. Bütün yolda avtomobilin orta sürətini istəyir. Əla. Birinci hərəkət bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətdə orta sürətin düsturu ayrıdır. Biz bilirik ki, orta sürət bərabər V plus V0 bölü 2 tarixi getdi. V0 0 olduğuna görə burada. Onda V bölü 2 eləyər. V də bilirik ki, 18 bölü 2. Bu da eləyər 9. Birinci hərəkətdə orta sürət 1-ə bərabərdir. Düzdür. İndi, əgər mən də birinci hərəkətin orta sürəti verilibsə, tapmışamsa, bəs birinci hərəkətə nə qədər vaxt sərf elədim? Birinci nədir? Birinci hissədə, deməli, hərəkətə başlayan cisim yolun birinci hissəsində. Tutaq ki, yolun S1, düzdür, S olsun. Düzdür. Və orta bir də tapdım ki, 9'dur. Və deyir ki, hissənin sonunda onun orta sürəti 18 olur. Onu da bildik. Yolun ikinci hissəsində, ikinci hissəsi də S2 bərabərdir S olsun. Düzdür. Bütün yolda avtomobilin orta sürətini istəyir. Əla. Onda mən bunun üçün nəyi bilməliyəm? T-ni bilməliyəm. Onda T1-ə sərf olunan vaxt S ümumi, yəni S ümumi də S-dir deyək. Düzdür. S bölünsün V. 1 bərabərdir. Onda S bölünsün V1'i də tapdım ki 9'dur. T2 onda bərabərdir. S bölünsün V2. O da bərabərdir. S'im nə qədərdir? Elə S'dir. Bölünsün V2 nə qədərdir? Elə 18'dir.
İndi V orta bərabərdir S1 bölü S2 bölünsün T1 bölünsün T2 olduğuna göre 2S bölünsün S bölünsün 9 plus S bölünsün 18. Düzü. Onda V orta bərabərdir. 2S vurulsun 18 bölünsün 3S'e. S'ler ixtisara gedəcək. Onda bu eləyər 12 metr bölünsün saniye. Ümidvaram başa düşdünüz. Cevap eləyər 12 metr bölünsün saniye. Yəni doğru cevabın C variantı. 43. sual. Beraber yavaşan hərəkət icra edən cisim, beraber yavaşan hərəkət icra edən cisim 10 saniyeden sonra dayanır. Yani hərəkət onsuz da beraber yavaşan idi. 10 saniyeden sonra sürəti nə oldu? Sıfıra beraber oldu. 10 saniyede. O 5 saniyede 20 metre yol getmişsə, onda deyirik ki T beraberdir 5 saniyede 20 metre yol geçse dayana kadar yolun uzunluğu ne kadar olur? B beraberdir 0 olanda getdirilən yolun uzunluğu beraberdir son. Ümumiyyətlə biraz qarışıq sualdır. Beraber yavaşan hərəkət edirsə, deməli qrafiki çəkirik. Sürət zaman qrafiki. Düzdür, hərəkətin bu şəkildədir. Və mənə nə deyilir? Deyilir ki, beraber yavaşan hərəkət edən cisim 10 saniyeden sonra dayanır. Deməli, ümumi olaraq 10 saniye vaxt sərf edib dayandı. O 5 saniyede 20 metre yol qət edib. 5 saniye, bura olsun 5. Düzdür, onda buna uyğun sərf olunan sürəti də bilmirəm, başlanan sürəti də bilmirəm. 5 saniyede 20 metre yol getmişsə, dayana qədər getdiyi yolun uzunluğu nə qədər olar? Əla. Onda mən burada nəyə fikir verirəm? Dayana qədər getdiyi yolun uzunluğunu istəyir. Deməli, əgər bu cisim, bax, burada belə bir xırda figurun sahəsi, çünki bura getdiyi yolu bilirəm mən. O son 5 saniyede 20 metre yol gedir. 5'ten 10'a da. Düzdür, son 5 saniye 5'ten 10'a da. Onda belə bir düzcalı üçgən əmələ gəlir və 20 bərabərdir. 2'də 1 vurulsun 5 vurulsun x olsun. X də bunu buranı verəcək. Onda bu x dediyim yer deməli 40 x bərabər neçə olacaq? 8. Deməli bura olacaq 8. Düzdür. Deməli buram 8'dirsə, onda mən təcili artıq tapa bilərəm. Təcili necə tapıram? A bərabərdir V çıxar V0, V çıxılsın V0 bölünsün T. Bərabərdir. V'm olsun baba bu hərəkət üçün. Bu hərəkət üçün olsun V. Baba 0. Başlanğıc sürəti olsun baba 8. Düzdür. Onda 0 çıxılsın 8 mənfi 8 bölünsün 5'e eləyər A bərabərdir mənfi 1,6 metr bölü saniyenin kvadratı. Təcili tapdı mənfi 1,6 metr bölü saniyenin kvadratı. Deyir ki dayana qədər getdiyi yolun uzunluğu nə qədər olmuşdur? Aha, dayana qədər gedilən yolun uzunluğunu tapaq. Onda bəs bunun bütöv hərəkət boyu təcili mənfi 16 olduğuna görə A bərabərdir V minus V0 bölünsün T. Düzdür. Daha nə qədər isə bu 0'dır. A da mənfi 1,6 10 saniye hərəkət edib. Bərabərdir 0 çıxılsın 8. Bir dəqiqə. 8'i bir önündə 0 çıxılsın V0. Aha, bütöv hərəkətin V0'ını tapaq. Onda V0 bərabər neçə eləyər? 16. Deməli burada hamısını tapdıq ki, burada elədi 16. Daha nə qədər getdiyi yol L bərabərdir. Deməli baxaq bir də. Problem yoxdur ki. 16'dır, 10'dur. İndi hərəkətə başlayıb dayandı. Deməli başlanan sürəti 16'dır. 0'a düşdü. Nə qədər yol getdi? L bərabərdir. Bütöv düzcalı üçgen sahəsi vurulsun 10 vurulsun 16. Cavab eləyər 80 metr. Qutardı getdi. Maraqlı sual idi. Yəni burada artıq
bir neçə çıxışdan istifadə elədik. Ona görə də diqqətli olmaq lazımdır. Ən axırda bu bütöv fiqurun sahəsini tapdım əziz şagirdlər. Deməli, birinci bu hissənin V0'ını tapdım. Hərəkətin başlı V0 olsun. Ondan sonra təcili tapdıq. Təcili tapandan sonra bütöv hərəkət üçün təcil bütöv yerdə eynidir deyə nəzərə aldıq və yekunda 80 metr tapdıq. Növbəti suala baxırıq. Növbəti sualımız oldu 44-cü sual. 44-də baxaq necə göstərilir 44-də. Deyir ki, şəkildə cismin sürətinin zamandan asılılığı qrafiki verilmişdir. 3-cü saniyədə cisim nə qədər yol getmişdir? 3-cü saniyədə cisim nə qədər yol gedib? Onda deyirik ki, əziz şagirdlər, el bərabərdir. Hərəkət necə hərəkətdir? Bərabər sürətli hərəkət deyil. El bərabərdir VT. Bərabər təcildir. Üzrlü say. Birinci A-nı tapırıq. A bərabərdir V bölünsün T. V minus V0 bölünsün T. Yəni 10 minus 0 bölünsün 1. Təcil elədi 10. Düzdür. Bərabər yeniləşən hərəkətdə özdə V0 bərabərdir 0'dır. Onda L3 bərabərdir A bölə 2. 2N minus 1. Elə bu cürdə yazılıb təyin edirik. Onda bu da bərabərdir. Bərabərdir. Am nə qədərdir? 10 bölünsün 2. 2 vurulsun 3 çıxılsın 1. Bərabərdir. 5 vurulsun 5 elədi 25. Cavab elədi 25 metr. Yəni E variantı. Cavab E variantı. İndi gəldik keçdik 45-ci suala. Maraqlı suallar var həqiqətən də. Hamısı maraqlı suallardır. 45-ci sual. Şəkildə düz xəttli hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Cisim neçə saniyə x oxunun əksi istiqamətində hərəkət etmişdir. Bax, x oxunun əksi istiqamətində demək sürətin mənfi olması deməkdir. Bax, budur baba. 4-dən gəlib 6-ya da 2 saniyə. 2 saniyədə x oxunun əksi istiqamətində hərəkət edir. Birbaşa doğru cavabım A variantı. İndi deyir ki, 46-da əvvəlki test tapışları əsasında 6 saniyə ərzində gedilən yolun uzunluğu. 6 saniyə ərzində gedilən yolun uzunluğu birinci bu fiqurun sahəsini tapırsınız. Sonra isə bu fiqurun sahəsini tapırsınız. Ona görə də birinci L1 bərabərdir. Trapesiyadır deyə, baba, bu fiqur trapesiyadır deyə 4'ün üzərinə 2 gəlirsən. Trapesiyanın baba bu oturacağı 4'dür, üst oturacağı 2'dir. 4 üzərinə gəlir 2 bölü 2 hündürlüyü də 10'dur. Elədi 6 bölü 2 30. L1 bərabərdir 30 metr. İndi L2 bərabərdir. Bax 2'də 1 vurulsun uşaqlar. Bu mənfi 15'dir də. Mənfi 15 altından da 2'ni çıxdım. Baba burası mənfi 15. Burası da 2'dir. 2 vurulsun 15. Yol mənfi olmur deyə 15 götürürəm. Cavab eləyər 15. Düzdür. 6 saniyə ərzində gedilən yolun uzunluğu nə qədər eləyər? 10 plus 15 el ümumi bərabər neçə elədi? 25 metr. 30 metrdir. Üzr istəyirəm. 30 plus 15. 30 plus 15 45 metr. Bəli. 10 dedim. 30'dur. L1 30'dur. L2 də 15'dir. Cavab eləyər 45. İndi keçdik 47-ci suala. 45-ci testdəki qrafik əsasən 6 saniyə ərzində yer dəyişməyə görə orta sürətlər. Deməli biz birinci yer dəyişməni tapmalıyıq da. Burada yer dəyişmə nə qədər? 30, burada isə mənfi 15. Çünki yer dəyişmə mənfi ola bilir. 30'dan çıxıram yer dəyişməsini tapmaq üçün S bərabərdir. 30'dan çıxıram 15'i. Cavab eləyər nə? 15 metr. Düzdür. İndi 6 saniyə ərzində V orta S bərabərdir. 15'i bölürsünüz nəyə? 6'ya. Düzdür. 15'i 6'ya böləndə sanki 3'ə bölsək 5 bölünsün 2 ilə. Bu da eləyər 2,5 metr bölünsün saniyə. 2,5. Gəldik keçdik indi. Cavabımız 2,5'dir 47'də. 48-ci suala. 48-ci sualda nə deyilir? Deyilir ki, A nöqtəsində hərəkətdə cismin sürətinin zamandan asılılığı Vx bərabərdir 8 üzərinə gəl 2t şəklində. Yəni bu o deməkdir ki, V0'ı 8'dir, A-sı da 2'dir. Düzdür. Cismin koordinat zamandan asılı təyinli hansıdır? Başlanğıc koordinatda 5'dir də. Düzdür. X bərabərdir 5, üzərinə gəl 8'dir, üzərinə gəl t kvadratı. Qutardı getdi. Yəni doğru cavabım 48'dir. Abani uzatmayaq. Keçdik indi 49-cu sual. Bu neçə idi? 48, 49 buradadır. Ay sağ ay maşallah. 49. Şəkildə iki cismin koordinatının zamandan asılılığı qrafiki verilmişdir. Görüşənə kimi birinci cismin, ikinci cismin neçə metr çox yol gedər?
Birinci cismin getdiyi yol əziz şagirdlər. Birinci cisim buradan bura qədər yol gedib də. 0-dan 20-yə qədər. Deməli birinci cisim 20 metr yol gedər. İkinci cisimdə 50-dən düşüb də 50-dən düşüb 20-yə. İkinci cisimdə 30 metr yol gedər. Deyir ki, görüşənə kimi birinci cisim ikinci cisimdən neçə metr çox yol gedər? 10 metr çox yol gedər. Fərqini tapırsınız. Onda bu da oldu 49-un cavabı. Keçdik indi 50-ci sualın cavabına. Baxaq 50-də nə deyir? Başlanğıc sürəti 10 olan avtomobil bərabər yavaşın hərəkətdə 24 metr yolda sürətini 2-yə qədər azaldır. Avtomobil bu yolun neçə saniyəyə getmişdir? Əla. Deməli, burada deyirik ki, sürətin zamandan asıllıq qrafiki verilib. Başlanğıc sürəti 10 olan avtomobil bərabər yavaşın hərəkət edərək 24 metr yolda sürətini 2 metr bölü saniyəyə qədər azaltdı. Gəldi sürəti 2-yə qədər. Düzdür. Buna sərf olunan avtomobil bu yolun neçə saniyəyə getmişdir? Zaman burada. Onda mən hardan hara qədər? Baba, buradan bura qədər yol getmişəm də. Düzdür. Bu zamanı bütöv getməmişəm ki. Əla. Bu hissənin getdiyi yolun uzunluğunu bilirəm də. Sürət zaman qrafikində fiqurun sahəsi gedilən yola bərabərdir. L bərabərdir S fiqur. Düzdür. Ona görə də deyirəm ki, 24 bərabərdir. 24 bərabərdir. 2-də 1 düzgəli uşaqdır. 8 vurulsun T-yə. Qutardı, getdi. 48, onda T bərabər neçə elədi? 6 saniyə. Ümidvaram başa düşdük. Düzdür. Deməli, səhv eləmədik. Baxaq. 6 saniye. 6 saniye yoktu. Ne deyip baştan sürətin 10 olan avtomobil bərabər yavaşan hərəkət edərək 24 metr yolda sürətini 2 metr bölü saniyəyə qədər azaldır. Avtomobil bu yolun neçə saniyəyə getmişdi? Şu bir düsturuna yazarlar. El bərabərdir. B0 kvadratı minus B kvadratı bölsün 2A. 24 vuraq 2AS bərabərdir. B0 nə qədər? 100 çıxılsın 4. 96. 48A bərabərdir 96. A bərabərdir 2. Bunun neçə saniyə getmişdi? A-nı tapdımsa 2. V bərabərdir V0 plus A vuraq T. V nə qədərdir? 2 bərabərdir 10 plus A2'dir. 2 vurulsun T. Düzdür. Mənfi şəkil T bərabər 4 saniyə alınır ki. 4 saniyə alınır. Bəli, 4 saniyə diyor. Aha, burada səhvi harda elədik. O səhvi düzəldək. Deməli, bunu silərik. Buraya. V plus V0 bölü 2 vur T. V minus V0 bölü 2 vur T. Bəli, belə getməliyik. Çünkü hərəkət bərabər yavaşan hərəkət deyir. Baxın, əziz şəkildə. Bu düsturu yazarıq. V0'ım 10'dur. V'm də 2'dir. L də 24'dür. Bəli, bu düsturdan gedərik. Və bu düsturdan gedəndən sonra burada modulda yazırdı. Çünki zaman heç vaxt mənfi ola bilmir. Bax, belə oldu 50-ci sual. İndi keçdik 51. Ümidvaram başa düşdünüz bu sualı. İndi keçirik 51-ci suala. X oxu boyunca x bərabərdir 2 üzərinə gəl 3t çıxılsın 6t kvadrat şəklindədir. Təcilin modulu burada nəyə bərabərdir? Mənfi 12 metr bölü saniyə kvadratı modulu dediyinə görə müsbət götürərik. 51 E variantı.
52 şəkildə əsasən cisimlərdə hansılar təcili müsbətdir? Qrafik yuxarı gedirsə təcili müsbətdir. Deməli 1 və 3 cavab A bəndidir. 53-cü sonuncu sualdır və sonuncu sualda mənə nə deyir? Deyilir ki, şəkildə müşahidənin başlanğıcından cisimlərin vəziyyətləri verilmişdir. Əgər birinci cisim müşahidə başlayan 20 saniyə sonra ikinci cisimə çatırsa. Əla. Birinci cisim ikinci cisimə çatır. Düzdür. Əgər birinci cisim müşahidə başlayandan 20 saniyə sonra ikinci cisimə çatırsa, birinci cismin təcilini hesablayın. Birinci cismin bərabər təcili, ikinci cismin bərabər sürətli. Əla. İkinci cisim V2 bərabərdir. V2 vurulsun. L2 bərabərdir. V2 vuraq tədir. Çünki ikinci cisim deyir ki, deməli, əgər birinci cisim müşahidə başlayan 20 sonra ikinci cisimə çatırsa, birinci cisim təcilli, birinci cismin təcilini hesablayın. Birinci cisim bərabər təcili, ikinci cisim bərabər sürətli. Əla. İkinci cisim bərabər sürətli, birinci cisim isə bərabər təcilli. İndi biz tutaq ki, bilmirik də bunlar arasındakı koordinat fərqi nə qədərdir? Arasındakı koordinat fərqi olsun 200. Və ya mən belə deyərəm. Şəkildə müşahidə başlanğıcı cisimdən vəziyyəti verilmişdir. Əgər birinci cisim müşahidə başlayandan 20 saniyə sonra ikinci cisimə çatırsa. Onda birinci cisim sükunət vəziyyətində hərəkətə başlayar. İkinci cisimdə birinci cisimdən 200 metr aralıqdadır. İkinci cisimə çatarsa. Əgər birinci cisim müşahidə başlayandan 20 saniyə sonra ikinci cisimə çatarsa. Onda belə deyək də x1, x0, 1 bərabərdir 0 olsun. Sükunət vəziyyətində hərəkətə başlasın və 0, 0'da. Onda birinci cismin koordinat tənli AT kvadratı bölü 2. Çatarsa t'nin yerinə 20 qoyanda 400'ü 2'ye böləndə 20A olacaq. Düzdür. 400'ü 2'ye böləndə 200A. 200A olur. Düzdür. X1 bərabərdir 200A. İkinci cismində sürəti 10T'dir. Gedilən yolu ikinci cismində sürəti 10'dur. Deməli, ikinci cisimdə bərabərdir. Elə bir ki 200 metr aralıqda var idi 10T. Hepsi bərabərləşdirir bir-birinə 200A'ya bərabərdir 200 üzərinə gəl 10T'yə. Düzdür. T'nin yerinə 20 qoyanda 200, çünki 20 saniyə sonra çatırdı ona. 200 plus 20 yazanda 200 eləyir. 200 plus 200, 400. 200A bərabərdir 400'e, A bərabərdir 2'ye. Başa düşdünüz ümidvaram. Deməli, bu deyim bir də təkrar. Birinci cisimlə ikinci cisim arasındakı məsafə 200 metrdir. Mən bunu elə bir ki, ikinci cismin koordinat tənli, elə bir ki, başlanğıc koordinatı götürdüm bura. 0. Və başlanğıc hərəkət də, başlanğıc hərəkət cavabdadır. Başlanğıc hərəkətin sürəti də başlanğıc anda birinci cisim təcilli hərəkət icra etdiyindən V0, 1'i də 0'a bərabərləşdirir. Onda x1 bərabər AT kvadratı bölü 2. Bu da eləyər 200A. İkinci cisimdə hərəkətə başlayanda bir koordinatı 200 nöqtədən başlayır. Sürətdə verib 10T bərabərləşdiririk və təcil tapırıq. Oldu əziz şagirdlər. Təşəkkür edirəm. 53 sual idi. 53 sualın izahını verdik. İnşallah növbəti sualların izahını da zaman verək. Təşəkkür edirəm. Hər birinizə uğurlar.